Sen Allah'ı zikredip hatırlasan, yada salsan, Allah da seni zikreder, hatırlayar, yada salar. وَذْكُرْ رَبَّكَ اِذَا نَسِيدَ. Unudan zaman, yaddaşın zəifləyən zaman Allah'ı zikredip, Allah'ı yada sal. Qiymətli qardaşlarım, yaddaşı gücləndirən dördüncü səbəb çoxlu salih əməllər etmək. Fərz ibadətlərlə yanaşı, nafilə ibadətlər etmək. Nafilə namazlar, nafilə oruclar, nafilə sədəqələr, ümrələr etmək. Qonşular ilə mehriban olmaq, insanlar ilə gözəl şəkildə rəftar etmək, ataya, anaya xidmət göstərmək. Yaddaşı qüvvətli edir, insanın köksünü İslama, ibadətə, əmələ açır. Beşinci səbəb, günahlardan, asiliklərdən uzaq durmaq, çəkinmək. Həqiqətən də insan günahlar edib, asiliklər edən zaman onun qəlbi qaralır. Qəlb də qaraldıqdan sonra ora sən elm, Qur'an, hədis qoya bilərsən, əsla qoyulmaz. İmam Muhammed ibn İdris Əş-Şafii rahimehullah günlərin bir günü gəlir Şeyxi Vaki' ibn Cərrah rahimehullahın yanına. Danışır ki, şeyx, mənim yaddaşım zəifləyib. Mənə nə tövsiyə edirsən? Vaki' ibn Cərrah rahimehullah ona tövsiyə edir ki, günahları və asilikləri tərk et. Ona görə ki, elm nurdur. Allah onu asi, günahkar qəlbə qoymaz. Asi, günahkar qəlbə qoymaz. İmam Şafii rahimehullah deyir ki, şəkəvtu ilə vaki'in su'ə hifzi fəərşədəni ilə tərkil məasi. Getdim Vaki'nin yanına, hafizəmin, yaddaşımın zəifliyindən giləy-güzar etdim. O mənə tövsiyə etdi ki, günahları tərk et. Fə'ləm ennəl ilmə nurun və nurullahi la yu'ta lil'asi. Bil ki, elm nurdur, işıqdır, Allah onu asi insana verməz. İnnəmə ənə qasimun vallahu yu'ti. Ey insanlar, mənə bu elmi verən Allah subhanahu və teala'dır. Muhammed sallallahu aleyhi və səlləmin insanlara söylədiyi.